Salam, kanalıma hoş geldiniz. Bugün size iç pendirli bulkalardan hazırlayacağım. Hazırlamamışdan qabaq əvvəlcədən ılık suyumuzun 2 stəkan ılık suyumuzun üstünə mayamızı əlavə edib biraz saxlamaq lazımdır. Mayamız aktivləşsin. Daha sonra 5 stəkan unumuzu qabımıza götürürük və üzərinə 1 yemək qaşığı duzu əlavə eləmişəm artıq. 1 yemək qaşığı şəkər tozu əlavə edin. 2 dənə yumurtanın ağını əlavə edin. Daha sonra isə üzərinə bir stəkanın yarısı qədəri duru yağı əlavə edin. Hamısını əlavə eləmirəm, çünki xəmirin sonunda mənə lazım olacaq. Daha sonra üzərinə suyumuzu da əlavə edib yumşaq bir xəmir yoğururam. Xəmiri yoğurdum, gəldim. Gördüyünüz kimi yumşaq bir xəmir oldu. Axırda xəmiri toparlarkən duru yağdan istifadə elədim. İndi mən bu xəmiri 1 saatlıq gözlədəcəm ki, qoy biraz şişsin, özünə gəlsin. Xəmirin ağzını streçlədim. İndi qoyuruq. Üstünü yaxşıca bükün ki, yaxşı şişsin xəmirimiz. Artıq xəmirimiz hazırdır. Qəşəng köpüb. Maşallah çox qəşəng oldu bax. İçi çox qəşəng olub. İndi bunu 12 hissəyə bölürük. Bölməmişdən qabaq əvvəlcə qoyacağımız yeri yağlayaq. Qəşəng xəmirimizi bura hamısını belə İndi bunları qəşəng bölün. Böldüyümüz kündələri indi yumurlayıb bunun içərisinə düzəcəm. Düzməmişdən qabaq da içərisinə duru yağ əlavə edirik. Qəşəng içini yağladıqdan sonra bir kündələrimizi hazırlayıb içərisinə yığırıq. Belə qaba əlavə etdikdən sonra üzərinə də duru yağı vururuq. Xəmirlərimizi gözlətdik. Gördüğünüz gibi yine qəşəng şişiblər. İndi bunları bir ayırıb əlimizlə yayırıq. Oxluqla yaymayan, əllə yayanda daha yaxşı olur. Əvvəlcə əlimizi qəşəng yağlayırıq və xəmiri yayırıq. Xəmirimizi yaxşıca yaydıqdan sonra içərisinə içliyini əlavə edirik. İçliyini əlavə etdikdən sonra xəmirimizi rulet formasında bükürük. Xəmiri yumru hala gətiririk. Bir tərəfini belə yayın. Digər tərəfini onun içinə qoyub bunu belə bağlayın. Artıq hər birini hazırladım. İndi bildiyiniz kimi xəmirinə yumurtanın ağını qatmışdım. 2 dənə onun sarısını da üzərinə vururuq. Mən gedim bunları sobaya qoyum bişməyə. Siz isə bu əsnada mənim kanalıma abunə olun. Artıq hazırdır. Çox gözəl, yumuşaq, əla alındı. Yumuşaqlığını sizə belə göstərə bilərəm. Dadı, ləzzəti möhtəşəm oldu. Həqiqətən içini də görürsüz. Əla. Hazırlayanlara nuş olsun. Əgər videomu bəyəndinizsə bəyənib yorum yazmağı unutmayın. Mütləq abunə olun ki, mən daha da çox motivasiya olunum və belə videolar daha çox gəlməyini istəyirsinizsə abunə olub bəyənməyi, yorum yazmağı unutmayın. Sağ olun.